Salam, hörmətli tamaşaçılar. İdnews TV efirdədir. Bugün qadından danışacağıq. Qadın, bəşər evladının mövcudluq eralarında müstəsna bir tarixdir. Qadın göldür, qadın çiçəkdir. Qadın ruhun ruhudur. Qadın müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Qadın ağlayanda da ürəkdən ağlayır, güləndə də ürəkdən gülür. Bəzən ən bulandıq ürəklər onun göz yaşları ilə durulur. Ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Bugün İdnews TV'nin qonağı Türk Dünyası Elmlər Akademiyasının fəxri professoru, Əlişir Nəvaəddin Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, Mədəniyyət və İdman Fənlər Akademiyasının fəxri akademiki, Humay Milli Mükafatı laureatı, Viktor Nəşrlər Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, VIP Milan Hospitalının təsisçisi, direktoru və gözəl şairəmiz Xuraman Muradovadır. Salam Xuraman xanım. Salam əzizim Gülşən xanım. Xoş gəlmisiniz. Xoş günlərinizə gələk. Bütün qadınlar haqqında deyilən bütün o gözəlliklər mən birbaşa sizə aid eləmək istəyərəm. Çox təşəkkür edirəm. İncəliyiniz, zərifliyiniz, mərhəmətiniz, duruşunuz Azərbaycan xanımına, Azərbaycan qadınına bir örnək xanımsınız və eyni zamanda Milan Hospitalın sahibəsi, rəhbəri çalışırsınız. Qadınların ümumiyyətlə bu günləri hansı sahibkar olaraq hansı durumdadılar və yaxud sənətdə hansı durumdadılar? Mənim əzizim, ilk öncə mən bütün tamaşaçılarımızı, sizi salamlayıram. Bir daha xoş gördük. İş insanı olaraq cəmiyyətimizdə çoxlu xanımlar var, gözəl insanlar var və bir azadlıq da yaranıbdır. Kim bacarırsa bugün təbii meydandadır, öz işləri ilə, öz əməlləri ilə. Hər kəs görür, hər kəs bilir. Allaha min şükür, həmd olsun. Azərbaycan xanımları yaradıcılıqda da öndədir. Necə ki, fəaliyyətdə öndədir, yaradıcılıq fəaliyyətində də öndədir. Siz 1-ci Qarabağ müharibəsi devrindən 2-ci Qarabağ müharibəsinə kimi Azərbaycan qazilərinə, şəhid ailələrinə misilsiz xidmətlər göstərmisiniz. Təmənnasız qayğı göstərmisiniz. İstərdim biraz bununla danışaq, sonra keçək yaradıcılığa. Əzizim Gülşən xanım, siz o qədər mənim ürəyimin, qəlbimin həssas bir nöqtəsinə toxunursunuz ki, ümumiyyətlə bizim qazilərimiz, bizim şəhid analarımız, bizim Qarabağ müharibəmiz, bu hər bir Azərbaycanlının yaddaşında 30 il bundan öncə necə bir yaralı baş yerə əyən bir durum idisə, təbii bugün amma qürurlu bir andır. Düzdür, biz çox sayda şəhidlər verdik, çox sayda qazilərimiz oldu, igid oğlanlarımız bizim yaralı oldular, onlar şirin əzalarından oldular. Təbii bunlar vətən üçün oldu, bunlar torpaqlarımız üçün oldu. 30 ilə yaxın xain düşmənlər tərəfindən işğal olunmuş torpaqlarımızı geri almaları üçün oldu. Həm qələbəmiz oldu, həm də çox sayda şəhidlərimiz oldu, şəhid oğullarımız oldu və dediyim kimi qazilərimiz oldu. Təbii biz də Milan Hospital olaraq həm müharibə, 41 günlük müharibə dövründə əlimizdən gələnləri etməyə çalışdıq. Çünki o dövrdə yaralıları özəl xəstəxanalara vermirdilər, dövlət xəstəxanalarına yerləşdirilirdi. Amma eyni zamanda biz də çoxlu sayda əlil arabaları, çoxlu sayda dərmanlarla və eyni zamanda maddi dəstəklə, mənəvi dəstəklə əskərlərimizin yanında idik, ordumuzun yanında idik, xalqımızın yanında idik. Amma demək olar ki, müharibə bitdikdən sonra artıq qazilərimiz, qazi qardaşlarımız özəl xəstəxanalara sərbəst şəkildə gedə bildilər. O zaman biz də Milan Hospital olaraq kollektivimizlə birlikdə öz qapılarımızı, xəstəxanamızın qapılarını, ürəyimizin qapılarını oğullarımıza açdıq. Oğullarımıza açdıq ki, onlar bizim yaşantımız üçün, onlar bizim bu torpaq üzərində, ayaq üzərində dik gəzməmiz üçün canlarını fəda eləyiblər. O analarımızı açdıq ki, çox sayda şəhid analarımız gəldi bizə. Yəni, o analarımız bugün bizlər üçün, torpaqlarımızın azadlığı üçün balalar şəhid veriblər. Bəli, bizim hər birimizin borcumuzdur. Hər bir Azərbaycanlının borcudur.
ümumiyyətlə damarlarında Azərbaycan qanı axan hər bir insanın, bu torpağın üzərində gəzən, bu torpağın üzərində böyüyən, doğulan hər bir kəsin borcudur ki, bugün qazilərimizlə bərabər olsun, şəhid analarımızla bərabər olsun. Bilirsiniz, bəzən deyilir ki, oluruq. Amma sözün ağırlığı var, sözün əməldə olmurlar. Əməldə olmaq lazımdır. Bəli, əməldə olmaq lazımdır. Əsas odur ki, onların o yaralı günləri, o yaralı anları mənim ömür boyu unutmayacağım anlardır. Və bu günləri artıq zəfər çalmış bir ölkəyik, zəfər çalmış bir dövlətik. Mən sizin müsahibələrinizdə oxumuşam, hətta sizdən özüm müsahibə alanda o vaxtda dediniz ki, mən nə qədər Qarabağ işğaldan azad olunmayıb, nə kitab çıxartmayacağım, nə şeiriyyat, nə biz Qarabağ işğaldan azad edək ki sonra və təbii ki, siz 2022-ci ildə ilk kitabınız elə zəfər çalmış bir dövlətin zəfər qazanmış bir xanımı olaraq kitabınızı çıxartdınız. İlk kitabınız mən yadımdadır, sənə məktub yazacağam. Bəli. Və sənə məktub yazacağam şeiri də, mahnısı da Türk dünyasının artıq dilinin əzbərinə çevrilibdir. Xuraman Muradovanın sənə məktub yazacağımı Türkiyə kanallarında, Özbəkistan kanallarında, mətbuatında, Azərbaycanda dillər əzbər olubdur. Sənə məktub yazacağam. Buyurun. Sənə məktub yazacağım kitabı, inanın bu sual mənə o qədər verilir, o qədər. Hətta Özbəkistanda, Türkiyədə, necə deyə bilərəm, o mənim ürəyimin, duyğularımın, ruhumun, bəlkə də ömrümün ən gözəl bir şeiri idi. Meydana gəldi, yazıldı və necə ki, mən onu duyğularla yazmışdım, yaratmışdım, həmən şeir haradasa 4 ayım başa gəlibdi. Onun üçün ki, mən heç unutmaram. Bəzi hecaları var ki, mən dənizin kənarında gəzəndə axşam-axşam deyirdim, aha, sənə məktub yazacağım yerdən, göydən, dənizdən və belə yaranan bir şeir oldu və mən bu şeirim çox sevildi. Bəli. O tərəflərini açıqlamayacağım ki, kimə yazdım, niyə yazdım. Bilirəm, siz onu gözlədiyiniz olsa onu açıqlamayacağım. Amma deməliyəm ki, o mənim şeirlərimin bəlkə də bir şah əsəri oldu. Bugün də o şeir çox sevilir. Sağ olsun bizim Mirələm qardaşımız, oğlumuz. Sözləri Xuraman Muradova, musiqi Ruslan Səfəroğlu, oxuyur Mirələm Mirələmov. Və bu mahnı könüllərin əsərinə çevrilibdir, ruhun əsərinə çevrilibdir. Və bu mahnının tarixçəsi ilə bağlı. Mənim əzizim, bu mahnının tarixi çox uzun bir zaman deyil. Bəlkə də yaxın illərdə yaranmış bir mahnıdır bu. Bilirsiniz, bu mahnı nəyə görə insanların çox sevdiyi bir mahnı oldu? Ona görə yox ki, bunu Xuraman Muradova yazıbdı. Ona görə sevildi ki, hər bir insanın həyatında yaşamadığı bir eşqi var, əl çatmayan bir sevdası var. Yaşamaq istədiyi, amma xəyallara çevrilən onun üçün bir sevdası var və biz hər halda bir Azərbaycan xanımıyıq. Biz həmişə çalışırıq ki, çox vaxt hisslərimizi biz bəlkə də bir pərdə arxasında saxlayaq. Düzdür, o lazım olanda özümüzü oda vurmaq, közə vurmaq, bu bizim hər birimizin qanımızda, canımızda var. Amma elə kövrək duyğular var ki, onu açıqlamaq qeyri-mümkündür. Bəli, mən də hər bir xanım kimi kimə isə məktubla yaza bilərəm, kimi isə sevə də bilərəm və mənim də duyğularım var, mənim də hisslərim var. Düzdür, o məktub yazılmadı, o ancaq yazacağım. Yazılmadı o məktub və ondan sonra da hətta o duyğular, o hisslər bəlkə də yarımçıq və mənim daha ikinci bir şeirim də yaranıb ondan sonra. Yarımçıq məktublar. İzin versəz onu sizin üçün səsləndirərəm mən. Bağışla ki, yazmadım. Yarımçıq məktublardır bunun adı. Bağışla ki, yazmadım məktublarda sevgimi. Məktublar da yarımçıq qaldı sevgimiz kimi. Neyləyim ki, qürurum üstələdi sevgimi. Ağladı məktublar da bu gecikmiş sevgimi. Səndən yazacaq qəlbim incidi küstü nədən? Yazmadı bircə kəlmə sənə olan sevgimdən. Oxudu məktubları payızın rüzgarları, gözündə yaz yağmuru ağlatdı buludları. Məktublar dilə gəldi intizar gecələrdə, gecələrin sinəsi əridi pərdə-pərdə. Bilmədim, məktubların yolu niyə bağlandı? Məktublar da bizim tək
düşdü sevdalı dərdə. Sevgimizin nurunda məktublar gecələrmiş, sən demə lal sevgimiz, həsrətlə gözləyərmiş. Yarımçıq məktubların qərb sevdası kimi, ağlayan sətirlərin göz yaşını silərmiş. Bu sevdanın gözləri hələ çox yol çəkəcək. Yarımçıq məktublar tək həsrət yaşı tökəcək. Çox çalışdım məktubu, bağışla bitirmədim. Bəlkə yarımçıq sevgi məktubu bitirəcək. Ən gözəl qadın ən xoşbəxt qadındır deyirlər və ən xoşbəxt qadın isə ən güclü qadındır. Bunları sizə şamil eləmək olarmı? Əlbəttə olar. Əlbəttə olar. Mən özümü həm çox güclü qadın hiss edirəm, həm çox xoşbəxt qadın hiss edirəm. Yəni bir xanım üçün bu dünyaya gəlişi, bu dünyada gözəl görəcəyi nələr varsa, Allahın böyüklüyünə həmd olsun. Mən onları yaşamışam, onları görmüşəm və bugün də yaşayıram. Əgər məni bu qədər xalqım sevirsə, məni bu qədər, yəni mən sizi inandırım ki, gedək sadə sıradan olan insanların içində minlərlə insan var. Bəli. Orada Xuraman Muradovanı hər kəs tanıyacaq, hər kəs sevəcək. Bilirəm, görmüşəm, şahid olmuşam. Ona görə də bu hardan irəli gəlir? Mən hər zaman xalqımızın içərisində olmuşam. Çünki mən özüm də bir kənd qızıyam. Mən özüm də torpaqda böyümüşəm, torpaqdan güc almışam. Yəni orta məktəb illərimi rayonda oxumuşam. Mənim əslim ata tərəfim babam Laçınlıdır, amma Gəranboy rayonunda doğulmuşam, Gəranboyda yaşamışıq, Gəranboyluyam. Oxuduğum illəri də əlaçı oxumuşam orta məktəb illərində, həm də zəhmətkeş olmuşam. Bizim rayonda pambıq yığılardı, bütün universitetlər, məktəblər pambığa bağlanardı. Hətta mən orta məktəb illərimdən deyim ki, çox zəhmətkeş bir qız olmuşam. Sonradakı həyat elə gətirdi, gəldim Memarlıq Universitetinə qəbul oldum. Ailə qurduq, çox sevdiyim bir insanla mən ailə qurdum. Bir-birimizi çox sevirdik, amma həyat, qismət, tali elə gətirdi ki, Allah bütün haqq dünyasında olanlarımıza rəhmət eləsin. Sahibkarlıqla şairlik arasında qalsaz, hansını seçərdiniz bugün? Hə, çox çətin sual oldu bu. Mən sizə deyim ki, sahibkarlıq mənim 30 ildən çoxdur. Həyatımın bir parçasıdır. Bir parçası yox, bəlkə də ön parçasıdır. Şeirlərim də elə o cür. Yarı-yarı qalıram. Çox çətin sual olur. Ona görə buna cavab verə bilməyəcəm. Amma bir şey deyim. Yenə də ikisini də seçərdiniz. Əlbəttə seçərdim. Təbii seçərdim. Mən 8-ci sinifdə hələ oxuduğum vaxtlardan şeirlərim olubdu mənim. Mən o vaxt Pioner qəzetində mənim şeirlərim çıxardı. Mən köhnənin adamlarından. Bəli. Yəni şeirlərim çıxardı. Sonra ali məktəb, ailə, uşaq. Sonra biraz həyatımda sarsıntılarım çox oldu. Biraz yox, çox oldu. Çox sarsıntılarım oldu. Amma mən mübariz bir insanam və Allahın gücünə çox inanan bir insanam. Belə düşündüm ki, Allah məni tək görmək istəyirsə qoy tək olum. Tək yaşamağımı istəyirsə tək yaşayım. Amma min şükür, həmd olsun, mənim doğmalarım var, mənim evlatlarım var, oğlum var, qızım var. Onlar çox yüksək ali təhsilə malik bugün Azərbaycan xalqımız üçün dövlət məmurlarıdırlar. Ona görə də o dövrlərdə mən sahibkarlıqla məşğul idim. Şeirlər dayanmışdı. Bəli. Amma bu yaxın 3 ildə bir dəfə eşitdim ki, Nəriman Həsənzadə gəlibdi bizə, xəstəxanamıza. Mən gəncliyimdən çox sevmişəm onun şeirlərini. Mən çox xahiş elədim ki, mütləq işçilərə məndən görüşdürün. Nəriman Həsənzadə gəldi bizə, oturduq, çox gözəl bir qarşılanma, söhbət və söhbət əsnasında bizim bir professorumuz var, xanım. O qayıdıb deyər ki, Nəriman müəllim, bəs Xuraman xanımın da şeirləri var. Nəriman müəllim dedi, a qızım bir de görüm. Nəriman müəllimdən keçə bilmədim, düzü gözlənilməz bir söhbət oldu. Mən də şeirimlə dedim. Nəriman Həsənzadə mənə dedi ki, qızım, yazmasan cinayətdir. Azərbaycan xalqı üçün yazmasan cinayətdir. Və hətta o sizə şeir də həsr eləyib. Bəli, o mənə şeir də həsr eləyib. Və mən hətta qayıtdım özümdən asılı olmayaraq, dedim, gerçəkdən deyirsiniz Nəriman müəllim? Dedi, bəli, yazmalısınız qızım, yazmasan cinayətdir. Dedim, yox, mən niyə cinayətkar olum ki? Yazacağım. Və ruhlandım.
Ondan sonra yazmağa başladım. Elə bir Nəriman müəllimin sözü bir ocağa bir od vurmaq oldu. Xuraman Muradova, ay duyğular, hisslər, sən demə, neçə illər imiş. Mənim bəzən o duyğularım, o hisslərim, o qəlbimdən keçən o mənim üçün əziz doğma olan anlarım sözdə danışmadığım, amma ruhumda qalan bir duyğularmış və mən onu şeirlərə çevirdim, yazılara çevirdim. İndi də Allaha şükür, heç gözləməzdim düzü, çox sevdilər, çox sevdilər və özümü ondan sonra şair hiss eləməyə başladım. Qadınlar deyir, hər şeyi bağışlayar, amma unutmazlar. Unutmadığınız nələrsə olub? Aha. Mən ümumiyyətlə həyatda bağışlayan insanam. Bəli. Bağışlamaq sevirəm. Özümdən asılı deyil. Yəni inanın bir də görürsünüz ki, elə bir hallar olur. Mənə bir adamın çox böyük pisliyi dəyibdir. Amma bir vaxtı gəlir, mən o hissi ruhumda yaşatmıram da. Yəni onunla ruhumu korlamıram, onunla özümü mənfiləşdirmirəm. Bir zaman gəlir, heç özümdən də asılı olmayaraq unuduram, o insana da yaxşılıqlarım keçir. Mənə deyirlər, axı bu sənə belə olmuşdu, bu qədər pisliyin qarşısında sən necə unuda bilmədin? Deyirəm, vallahi mən o duyğularla yaşasam, məhv olacam. Bilirsiniz, pislik elə bir toxumdur ki, kin, küdurət elə bir şeydir ki, o ilk öncə düşdüyü yeri körlüyür, məhv eləyir. Bugün də inanın ki, var. Elə bilirsiniz ki, elə Xuraman Muradova ilə heç kəsin, yox, olanlar var. Yəni, mən dilək, amma siz ən azı yanımda, yaxında biz bacı kimiyik. Bilirsiniz, bu şeylərdən xəbəriniz var. Olur və eyni zamanda mən sizə bildirim ki, ən çox amma unutmadığım anlar var, incə məqamlar var. Onları mən deyəcəm. Bir, unutmadığım anlardan bir şey heç vaxt yadımdan çıxmaz. Anam dünyasını dəyişəndən sonra Allah cəm haqq dünyasında olan analara rəhmət eləsin. Bu bir möcüzə idi. Bütün bağımızın gülləri solmağa başladı. Bütün güllərimiz solmağa başladı. Siz təsəvvür eləyin ki, yəni mən onda dəhşətə gəldim. Bizim bir-iki mərtəbə evimiz var idi. Hələ o vaxt atam tikdirmişdi. Bütün pilləkənlərdə güllər var idi. Onlar da açırdı. Anam solandan sonra o güllər də soldu. Həyətimizin gülləri də soldu. Bax, o mənim unutmadığım anlardır. Və yadımda qalan çox anlar da var ki, onları mən təbii bəzilərini bölüşəcəm sizlə, bəzilərini yox. Məsələn, bizim bu müharibə vaxtı gələn qazilərimiz, bu gözəl-gözəl oğlanlar, inanın Gülşən xanım, elə oğlanlar bizə müalicəyə gəlirdi ki, qolu yox, ayağı yox. Biz onlarla demirəm, yüzlərlə qazi əlimizdən gələn eləmişik. O qardaşlarımızın xidmətində dayanmışıq. Özü də tam təmənnasız. Bunu bütün Azərbaycan bilir. Bəli, maddi mənəvi dəstək olmuşsunuz. Bəli, çünki onlar müharibəyə gedən zaman bir müqavilə bağlamamışdılar ki, biz əgər utsaq bu torpaqları qaytarsaq bunu alacağıq, uduzsaq bunu. Ona görə də mən ümumiyyətlə həyatda təmənnasız insanam. Bilirim. Çox, mən gözləmərəm nə isə eləyəndə, bu kimsə mənə nəsə, yəni o şey məndə yoxdur, xarakter, unuduram da gedir. Valla birdən elə adam olur, heç gəlir bir məclisdə, bir tədbirdə məhv qabağıma çıxır, Xuraman xanım, siz filan vaxt filan heç xatırlaya bilmirəm. Yəni, nə etdiyim o nələr isə yadımda qalmır mənim. Nə də mənə olunan pislikləri yadımda saxlamıram. Sadəcə bir yolum, bir amalım var, gedirəm. Bəli. Yəni, sağlam əqidə ilə, sağlam düşüncə ilə gedirəm və eyni zamanda hər zaman da ruhumun əsası, işlərimin əsası, sevgimin əsası xeyirxahlıq olubdur. Və ruhunuzun çirklənməsinə yol vermirsiniz. Ən gözəl amal, ən gözəl əqidə. Valla niyə də verim? Heyf deyil, bax Gülşən xanım, bu ruhumuz Allahdan bizə, bu cismimiz bir əmanətdir. Bizə onu verən Rəbbim onun hesabını aparacaq bizlə. Kim elə bilirsə ki, bu dünyada qalacaq və yaxud da o dünya yalandır, bu inanın yanlışdır, yalandır. Necə ki biz ana bətnində olanda bu işıqlı dünyadan bizim bir xəbərimiz yox idi. Gəldik, düşdük. Eləcə də bir gün gələcək, biz haqq dünyamıza qovuşacaq. O zaman bəli, ilk öncə insanı ruh tərk eləyəcək. Ruh sorğu-suala tutulacaq. Bəli, əgər bizim ruhumuz təmiz saxlamışıqsa, nə xoş bizim halımıza, çətinliyimiz olmayacaq. Amma duraq məsəl üçün bu belə oldu, o elə oldu. Ömür yetməz ki buna. Mən niyə həyatımı kimlərləsə, kimlərin mənfiləri ilənsə körlamalıyam? Valla, olmaz. Və qadın sözləri ilə deyil, gözləri ilə danışır. Sizin kimi. Çox təşəkkür edirəm. Əgər elə görə bilirsinizsə, demək nəsə var. Bəli, və qadın deyir, təbiətə bənzəyir. Bir gün
bir üzünü, o biri gün o birisini göstərir. Siz necə? Bilirsiniz, mən ömrü boyu mənim demək olar ki, bir üzüm oldu. Amma dönüşüm çətindir. Bax, o tərəfini deyim. Mənim sevgim də güclüdür, dönməyim də güclüdür. Əgər çox istəyərəmsə bir insanı, çox sevərəmsə, ölürcəsinə çox istəyərəm. Dönərəmsə də, deməli, o dönüşümün geri qayıdışı yoxdur. Olmayacaq. Nə qədər ruhum mənim açıq da olsa səmalara, mən ruh adamıyam. Mən həmişə deyirəm, mən sevgi şairiyəm. Bəli. Amma bağışlamadığım anlar da ola bilər. Çox bağışlayanam, amma elə bir şeylər olar ki, bəlkə də inciyərəm, küsərəm, hiss elətdirmərəm, amma təbii öncəki duyğuları yaşamaram. Bəli. Və bu günlərdə sizin Türkiyədə Ay Laçın, Can Laçın kitabının təqdimat mərasimi keçirildi. Bu necə baş verdi? Bunu necə əvvəl planlaşdırılmış mıydı, yoxsa sonradan anidən oldu? Mənim kim əzizim, tərəfindən keçirildi? Mən deyim sizə, deməli, bu kitabın Türkiyədə bir neçə ay öncə çap olunubdu. Onların dilincə desə basılmışdı bu kitab bir neçə ay öncə. Yəni fikir var idi, amma bu gedişim anidən oldu. Bir günün içərisində qərar verdim. Çünki yaxın yoldaşlar var idi. Gördüm, artıq mən ikinci kitabımı hazırlaşıram çıxartmağa. İnşallah bu kitabdan sonra hardasa bir 100-ə yaxın yenə şeirim var. Və elə oldu ki, bir günün içində qərar verdim, bir günün içində getdim və Türk Ədəbiyyat Vakfına məlumat verdim ki, mən kitabımın təqdimatına gəlirəm. Heç kitab da İstanbulda da deyildi, Ankara'da kitab çap olunmuşdu. Oradan məlumat verdik, gətirdilər İstanbula və bir kəlmə yazdım ki, Facebookda ki, mən sosialda yazdım ki, bəs mən kitabımın təqdimatına gəlirəm. Gülşən xanım, İnanın, nə qədər insan gəlmişdi. Nə gözəl, nə gözəl. Çox sağ olsunlar. Türk Ədəbiyyat Vakfında, İstanbulda çox yüksək səviyyədə hazırlamışdılar. Türk Ədəbiyyat Vakfının rəhbəri Sərhəd Qabaqlı, sonradan tərcüməçisi, Azərbaycanın tanınmış İmdad Afşar. Mən gördüm, bunlar Türk dünyasının çox tanınan isimləridir və onlar tərəfindən bu kitabın təqdimatı keçirildi. Və çox gözəl bir təşəbbüs eləmişsiniz. Sosial şəbəkədə yazmışsınız və o qədər insanların axını çox gözəldir. İnanın, çox, baxmayaraq ki, hava çox isti idi, o qədər insanlar gəlmişdi və eyni zamanda Türk ədəbiyyatının tanınmış öndə gedən o gözəl insanlarından, gözəl yazarlarından, ictimai siyasi xadimlərindən biri Ramazan Korkmaz gəlmişdi. O istirahətdə idi. O duydu mənim gəlişimi, məlumat alan kimi yarımçıq qoyub gəlmişdi. Yəni çox sayda da mənim heyranlarım gəlmişdi. Hamısı güllə, çiçəklə, düzü gözləmirdim heç elə. Çox möhtəşəm keçdi. Mən düşünürdüm ki, adam az olacaq. Yəni bu belə bilmirdim də, amma çox sağ olsunlar. Ordudan belə gələnlər var idi, Malatya'dan var idi. Çox yerlərdən gəlmişdi insanlar. Hamısı da gəlirlər ki, biz sizin sosial şəbəkədə bəs izləyiciləriniz, takipçi. Sağ olsunlar. Vallahi sağ olsunlar, var olsunlar. Mən zaten hər zaman qürur duymuşam. Bir Azərbaycanlı Türk xanımı olmağımla mən hər zaman Türk-Azərbaycan bayrağını qoşa daşıyıram. Hətta bilirəm. Hər zaman. Yəni iş yerimdə də qoşa dalğalanır. Çünki mən bir Türk sevdalısıyam və mən bu dünyaya bu cür doğulmuşam. Rəbbim də bir Türk olaraq inşallah canımızı alsın bizim doğru düzgün insan olaraq. Və sizi eyni zamanda Turan qızı da adlandırırlar. Turanın evladı, Turanın qızı. Və Turanın qızı Özbəkistanda da oldu. Hardasa bir 3-4 ay əvvəl Özbəkistanda da kitab təqdimatı keçirildi. Biraz da Özbəkistanla danışın. Özbəkistanla bağlı mənim əzizim, o qədər gözəl xatirələrim var ki, çox, necə ki Türkiyə ilə bağlı, Özbəkistanla bağlı da elə gözəl xatirələrim oldu. Təbii burada sizin də bir körpünüz vardı. Bizim Şöhrət Barlas, Özbəkistanımızın gözəl yazarı, jurnalisti, qardaşımız, dəyərli insan. O gəldi, çıxdı. Yəni siz bir körpü salmışdınız ortaya. Çox təşəkkür edirəm. Siz həmişə xeyirxahlıq körpüsünüz. Mən həmişə deyirəm onu. Yəni Şöhrət Barlas qardaşımız gəldi. Dedi, sənə məktub yazacağım kitabının səsinə gəlmişəm. Çox ciddi şəkildə də mənə sual verdi. Xuraman xanım, sizin müxlislər, onlar müxlislər deyirlər.
Sizin müxlislər çoxdur, həvəskarlar, pərəstişkarlar və siz sənə məktubu yazacağımı niyə yazdınız, kimə yazdınız, konkret belə bir suallarla mən dedim onu açıqlamayacağam, amma yazmışam. Bəli, sosial şəbəkədən mən gördüm onu. Bəli, izləmisiniz. Və mənim əzizim, mən getdim, mən dəvət aldım Özbəkistana. Getdim kitabımın təqdimatına. Mənim özbək dilində kitabım çıxdı. Şöhrət Barlas burada olduğu zaman bir gözəl dedi, bir film hazırlamalıyıq. Film hazırladılar. Sosial şəbəkələrdə də getdi o. Sonra bir müddətdən sonra mənə dedilər ki, sizin şeirlər çıxmalıdır. Mən də yazdım, göndərdim. Yəni Özbəkistanım mənim, sən də ana vətənim. Özbəkistanla bağlı mən getdim. Getdiyim gündən hələ aeroportdan çox sağ olsunlar bizim hörmətli səfirimiz Hüseyn müəllim Quliyev öz müşahidəsi ilə, yəni müşahidə elədi. Orada çox yüksək səviyyədə qarşılandım mən. Əlişir Nəvai adına universitetdə bizim kitabımızın təqdimatı oldu. Sağ olsunlar orada. Orada yəni yüksək səviyyədə, gerçəkdən orada Gülbahar xanım var, Aşurova var, mənim bacım. Artıq biz bacıyıq ondan. Yüksək səviyyədə təqdimat oldu. Orada professorlar, akademiklər, tələbə heyəti var idi. İnanın, Gülşən xanım çox maraqlıdır. Orada özbək tələbələri də universitetin, Əlişir Nəvai Universitetinin tələbələri mənə deyirlər ki, biz sizin atınızın da rəngini bilirik, biz sizi çox sevirik, şeirlərimizi, hamısı bir-bir. Onlar növbəyə dayanıb məndən kitab təqdimatında imza alırdılar və mən Özbəkistanda orada yəni fəxri akademik adına layiq görüldüm. Sonra bizim orada daha gözəl bir görüş keçirildi. Bizim müstəqillik bayramımız 24-də orada qeyd olundu. Və bizim cənab səfir protokol üzrə özündən sonra təkcə mənə çıxış verdi. Mən orada bir çıxış verdim. Ali Baş Komandanımıza aid şeirimi dedim. Sonra Özbəkistana yazdığım şeiri. Oradan siz təsəvvür eləyin. Mən düşməklə, aşağı düşməklə tribunadan bütün Türkiyənin səfiri, müşavirləri, yəni orada olan insanlar hamısı başıma töküldülər. Dedilər, ya Xuraman xanım, tüklərimiz tikən-tikən oldu. Siz nereden bura düşdünüz? Siz kimsiz böyle? Azərbaycan təmsil eləyirəm. Bəli, elə dedim. Dedilər, Azərbaycan xanım. Dedim, mən bir Azərbaycan xanımıyam. Və mən orada çoxlu dəvətlər aldım. Orada çünkü təkcə Türkiyə səfirliyi deyildi, bütün ölkələrin səfirləri var idi Özbəkistanda. Orada Qazaxıstandan, Qırğızıstandan, hamısı var idi. Hətta Ərəb dövlətlərindən də kimlər var idi. Orada çox insanlar vardı. Hamısı dedilər, biz bu xanımı öz məmləkətimizdə görmək istəyirik. Nə gözəl. İnşallah, inşallah. Və mən yüksək səviyyədə görüşlərimiz orada keçirildi. Mən bugün bu efirdən istifadə edərək, yəni bu çıxışdan istifadə edərək Özbəkistanda olan səfirimiz Hüseyn müəllim Quliyev cənablarına və eyni zamanda bütün Əlişir Nəvai adına universitetin kollektivinə və eyni zamanda bizim Şöhrət Barlas qardaşımıza çox təşəkkür edirəm və bir şad xəbər də deyim ki sizə. Aldığım məlumata görə məni yaxın günlərdə Özbəkistan Yazıçılar İttifaqına üzv qəbul edirlər, fəxri üzvü qəbul edirlər və məni ora dəvət ediblər. İnşallah yaxın günlərdə getməliyəm. Və eyni zamanda Əlişir Nəvai adına universitetin fəxri professor adı veriblər mənə. Çox gözəl də, bundan gözəl nə ola bilər? Xalqımızın biz hər yerdə adını ucaltmalıyıq. Məsələn, mən çıxıramsa, mən bir Azərbaycan xanımıyamsa, təbii Azərbaycanı təmsil edirəm. Mən öz hərəkətimlə, öz duruşumla, öz danışığımla, öz rəftarımla bir Azərbaycan xanımı haqqında, bir Türk xanımı haqqında fikir yaradıram. Bu Turan dövlətləri. Bəli, Turan dövlətləri. O valla mən heç onu, yəni öncədən o fikirlə yanaşmamışdım. Amma mən bir vaxtı gördüm ki, artıq hamısı Turan mənə qızı deyir sizə. Turan qızı deyirlər. Hamı mənə. Sən demə elə bu sevginin içindeymişəm mən. Heç özümün də xəbərim yox imiş. Və eyni zamanda əsrə bərabər 20 il bizim ümumi liderimiz Heydər Əliyevin varisi, prezidentimiz İlham Əliyev cənablarına həsr elədiyiniz kitab oldu bu il. Bəli. Və bunun da Yazıçılar Birliyində çox geniş şəkildə təqdimat keçirildi. Bu kitab haqqında da biraz istəyərdim danışasınız. O kitab haqqında mən bütün duyğularımı yazmışam. O kitab haqqında mən
bütün o necə deyim, bizim Ali Baş Komandanımızın qəhrəmanlığından yazmışam. Çünki bizim Ali Baş Komandanımız gerçəkdən Azərbaycan ordusunun bir ordu kimi, müzəffər ordu kimi dəyərli olduğunu sübuta yetirdi. Bizim Ali Baş Komandanımız bu xalqı, bu milləti bütün dünyaya tanıtdı. Bizim Ali Baş Komandanımız Azərbaycan xalqının kimliyini göstərdi, qəhrəmanlığını göstərdi. Yəni igid oğullarımızı göstərdi. Düzdür, bizə mənəvi dəstək olmuşdular. Bizim qardaş Türkiyəmiz də bizə mənəvi dəstək olmuşdu. Amma bizim minlərlə oğlumuz şəhid oldu. Minlərlə oğlumuz qazi oldu. Bunlar kim idi? Bunlar Azərbaycan oğulları idi. Və bu Azərbaycan oğullarının da başında dayanan bizim möhtərəm Ali Baş Komandanımız İlham Əliyev cənabları idi. İlham Əliyev cənabları, yəni o, bilirsiniz, bir kişinin güclü olması üçün o kişinin mütləq ya güclü bir anası olacaq, ya güclü bir həyat yoldaşı olacaq. Bəli, mən bu kitabımızda bütün fəsillərdə qeyd eləmişəm və eyni zamanda orada bir bölümüm var ki, bizim gözəl Azərbaycan xanımımız, yəni gerçəkdən xeyriyyətçiliyin, xeyirxahlığın simvolu olan Mehriban xanım Əliyevadan söhbət açmışam. Bizim prezidentimizə güc verən, sevgi verən, əsl Azərbaycan xanımı, əsl Türk xatunu kimi o möhtərəm prezidentimizin arxasında dayanıb öz sevgisi ilə, öz ağlı ilə, öz savadı ilə. Mən inanıram ki, bəlkə də işin görsənməyən tərəfləri də var ki, çox məsləhətlərdə Mehriban xanım Əliyevanın dəstəyi, məsləhəti çox keçibdir. Bir xanım əgər ziyalıdırsa, savadlıdırsa, vəfalıdırsa, o xanımın həyat yoldaşının ömründə çox gözəl izləri olacaq. Bir gözəl misal var, deyir, hər güclü kişinin arxasında bir güclü, o gücü yaradan bir xanım var. Bəli. Ona görə də mən bizim Ali Baş Komandanımızın gücünü, müzəffərliyinin arxasında həm də bizim Mehriban xanım Əliyevanı görürəm, Azərbaycanımızın gözəl xanımını və eyni zamanda bizim Ali Baş Komandanı dünyaya gətirən gözəl anadan, Zərifə xanım Əliyevadan, bu Azərbaycan xalqına bir gözəl miras kimi qoyub gedən Ulu Öndər Heydər Əliyevdən söhbət açmışam mən. Sonra və eyni zamanda mən burada söhbət açmışam bizim qardaş Türkiyə ilə, Rəcəb Tayyib Ərdoğanla və Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında qardaşlıqdan, dostluqdan söhbət açmışam. Duyğularımdan, hisslərimdən, gördüklərimdən, bildiklərimdən və tarixə düşən real faktlardan söhbət açmışam və bunların da başında ən çox dayanır, daha gözəl dayanan mən bizim Ali Baş Komandanımıza həsr etdiyim şeirimdir. Ali Baş Komandanımıza olan şeirimi mən, duyğularımı, şairə neyniyər? Şairənin sözü var da, ruhu var. Bəli, buyurun. Əsrin qəhrəmanı olan komandan, yaşatdı xalqına böyük bir zəfər, zülümlərə qılınc çalan komandan, ürəyi dağ boyda, ruhu göy qədər, könüllərə məlhəm olan komandan. Ata vəsiyyəti hasilə yetdi, ulu öndərimin ruhun şad etdi, dar gündə xalqına imdada yetdi, əsrin qəhrəmanı olan komandan. Zalımı, haqsızı yerlərə sərdi, şaxtalı Şuşama bahar gətirdi, yalçın qayalarda çiçək bitirdi, xarı bülbülümə hayan komandan. Arazdan su içdi Xudafərində, bizi salamladı Laçın elimdə, Xoçaz, Qırxqız, işıqlı Güləbirdə, qalib kimi ayaq basan komandan. Bayrağı lütf etdi əmin əllərə, zəfər müjdələdi Turan ellərə, dəmir yumruq düşüb dildən dillərə, xalqımın fatehi olan komandan. Xuramanam, dövlətimə əskərəm, haqqın aşiqiyəm, haqqa məşələm, Turanın əroğlu sən ey möhtərəm, xalqımıza komandansan, komandan, xalqımıza komandansan, komandan.
Çox sağ olun Xuraman xanım. Təşəkkür eləyirəm verilişimizə dəvət elədiyində gəldiyiniz üçün, zaman ayırdığınız üçün. Sizlə saatlarla danışmaq olar. Adam yorulmaz, Çox sağ tükənməz. olun, əzizim. Həqiqətən də Azərbaycanımızda sizin kimi xanımların yeri görünür. Çünki siz bir tapıntısınız. Siz bir bu xalq üçün bir necə deyim, bir nemətsiz. Var olun. Və bizim üçün bir örnəksiz və ailə olaraq da Azərbaycan ailəsinə bir örnəksiz. Həm evladlarınızla, həm özünüzlə, həm əməllərinizlə, həm addımlarınızla xarici ölkələrdə də Azərbaycanı təmsil edirsiniz və bu da bir xalq olaraq xalqımızın qürurusunuz siz. Bəli. Təşəkkür edirəm sizə. Çox sağ olun mənim əzizim. Mən də çox təşəkkürlərimi sizə bildirirəm. Çox sağ olun, var olun, zəhmət çəkmisiniz, dəvət eləmisiniz. Bizim də borcumuzdur gələk, paylaşaq. Mənim sizə böyük hörmətim var şəxsən. Umud müəllimə böyük hörmətim var. Bəli. Çox sağ olun. Nə deyə bilərəm? Allah xalqımızı yaşatsın. Allah bizim bu müzəffər ordumuzu hər zaman müzəffər eləsin. Mən hər zaman deyirəm, demişəm, yəni məndən öncə də bunu deyiblər, Türkün Türkdən başqa dostu, qardaşı yoxdur. Bunu yer də bilir, göy də bilir, Allah da bilir. Allah xalqımızı, millətimizi, dövlətimizi hər zaman ucalarda eləsin. Amin. Allah Amin. Birliyimizi qorusun, Allah diriliyimizi qorusun. Allah Türk dünyasının varlığına bərəkət versin. Amin. İnşallah yaşasın dövlətimiz, yaşasın millətimiz, yaşasın bizim Ali Baş Komandanımız, yaşasın bizim Türk dünyamız. Çox sağ olun Amin Xuraman inşallah. xanım. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, İBNews TV-nin Vətəndaş Mövqeyi proqramının qonağı mərhəmət elçisi olan xeyriyyətçi, sahibkar və dəyərli bir xanım Xuraman xanım Muradova idi. Təşəkkür edirik. Çox sağ olun.